Allah Teala Quran-ı Kerimdə Müminun surəsi 102-103-cü ayələrdə buyurur ki: "Fəmən səqulet məvazinuhu fəulaikə humul muflihun." Kimin tərəziləri ağır gələcəksə, onlar nicat tapacaqlar, qurtulacaqlar. Fəmən xaffət məvazinuhu, kimin tərəziləri yüngül gələcəksə, fəulaikəllədinə xasiru ənfusəhum fi cəhənnəmə xalidun. Onlar cəhənnəmdə əbədi qalmaqla öz nəfslərini xüsrana uğradacaqlar, ziyana uğradacaqlar. Bax dəyərli qardaş, Allah Teala deyir ki, kimin tərəziləri ağır gəlsə, tərəzi ağır nə ilə gələcək? Tərəzi ağır gələcək tək Allaha ibadət eləməklə. La ilahə illallah kəlməsini deyib, onun mənasını yaşamaqla, Muhammed sallallahu aleyhi və səlləmə itaət eləməklə, onun ardıca getməklə, namaz qılmaqla, oruç tutmaqla, sədəqə verməklə, valideynlərə yaxşılıqla, bütün salih əməllərlə tərəzini ağırlaşdıra bilərsən.